Bir söz de mənə, Nəsimi, vəsf elə məni şair. Vəsf zamanı deyil, afət. Ölümə gedirəm, yalvarıram. Səni bu hüsnü cəmalı, bu kəmal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər. 1949-cu ilin yanvarın 23-də Bakıda bir qız dünyaya gəldi. Adını Almaz qoydular. Almaz Əskərova. Bəlkə də bu ad sizlərə tanış gəlmədi. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Azər Süleymanov Moskvada kino rejissorluğu bitirib Bakıya qaydanda Almaz'a aktris olmağa məsləhət görüb. Bundan sonra Almaz xanım kinostudiyada Adil İskəndərovun kursuna daxil olub. Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradıb. Qanun Naminədə Salamatovun xanımı, Mən ki gözəl deyildim də Elmira, Ulduzlar sönmürdə Fatimə, İstintaq davam edir, Uşaqlığın son gecəsi filmlərini çəkilib. Ustadı Adil İskəndərov onu çəkəcəyi Vaqif filmində Xuraman obrazı üçün hazırlayırdı. Lakin sənətkarın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa Tacik filmin Firdovsinin Şahnaməsi əsasında çəkdiyi Rüstəm və Söhrab filmində baş rol oynayır. Mənim yeganə hökmdarım var. O da mən özüməm. Nəhayət, Almaz kinoda ən yadda qalan və son obrazına, Nəsimi filmindəki Şəmsə həyat verir. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi. Almazın bacısı Səmaya xanım xatırlayır ki, Azərlə Almaz bir-birlərini əfsanəvi məhəbbətlə sevirdilər. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asardı. Hər yerdə həmişə birlikdə olublar. Bütün çəkilişlərə bir yerdə gediblər. Yalnız bircə dəfə Azər Almazdan ayrılıqda səfərə çıxıb. Azər ümumi iş üçün Moskvaya yollanıb və geriyə tabutda qayıdıb. O gündən Şəmsin günəşi batıb. O cür Bahadırı da sevməmisən. Bütün dünyanın gözəlləri diz çökür mənim hüzurumda. Bircə xoş baxışım üçün ayaqlarımdan öpməyə hazırdılar. Kimdir səni belə yenilməz eləyən? Ürəyindəki kimdir? Almaz dost tanışdan, qohum əqrabadan, sevimli sənətindən də ayrılıb iç dünyasına çəkilir. O dünyasına ki, Azərdən qeyrisinin daxil olması mümkün deyildi. Kinodan ayrılıb ki, Azərsiz kimsə ona başqa gözlə baxmaq fikrinə düşər. Milli Dram Teatrına dəvət ediblər. Mən sənətdən getmişəm deyə cavab verib. Qapalı həyatı isə onu məhv aparır. Elə bil, bilə-bilə məhvə doğru gedib. Azərinə qovuşmağın yeganə yolunu könüllü seçib. 11 ayın içində amansız xəstəliyə düçar olur. Beləcə, Azərbaycan tamaşaçısının yaddaşına Şəms kimi həkk olunan Almaz Əskərova 1988-ci ilin avqustunda uzun sürən xəstəlikdən vəfat edir. Azərbaycan kino tarixində Almaz Əskərovanın adı ilə yanaşı onun göz yaşları, gənc yaşında solmuş taleyi və əbədi olaraq yalnız bir adama bağlı qəlbi qalır. Ölümə gedirəm,